Salam, sizinlə Elviz İsmailovdur. Bugünkü dərsimdə mən Leopard əməliyyat sistemində hər hansı bir şriftin əməliyyat sisteminin yazılması və yaxud müəyyən bir şriftin əməliyyat sistemindən çıxarılması, başqa bir yerə köçürülməsi kimi məsələlərə baxacağam. Ümumiyyətlə bildiyimiz kimi Word-də və digər bu tip proqramlarda yazılan yazıların əksəriyyətində şriftlərdən, yəni fontlardan istifadə edilir və belə bir şey ola bilər ki, yəni font olmasa və yaxud həmin lazım olan font bizə göndərilməyibsə, ancaq faylın özü göndərilir. Biz o faylı açanda görəcəyik ki, ya mətn oxunulmur, ya da proqram avtomatik olaraq onu əvəz edə biləcək bir fontu bizə təklif verəcəkdir. Bu da bir növ düzgün və yenə də belə desək, qeyri-professional sayılır adamın öz işində. Məsəl olaraq mən Corel'da hər hansı bir dizayn işi görürəmsə, məsləhət olar ki, onu ya Krivoy, yəni Krivoy edib göndərmək və yaxud faylımla bərabər istifadə etdiyim şriftləri bir qovluğa yığıb onu da göndərmək çapa. Çünki sabah gün qarşıdakı tərəf o faylı açanda şrift olmasa, font olmasa, həmin oradakı yazılar ola bilər ki, heç oxunulmasın. Bu, eyni zamanda Windows əməliyyat sistemində də belədir və eyni zamanda digər əməliyyat sistemlərində belə bir şey mümkündür. Sadə olaraq bir şey də qeyd etmək istərdim ki, Leopard əməliyyat sistemində fontu kompüterə köçürmək həddindən artıq asanlaşdırılır. Yəni, çox sadə ediblər. Adi istifadəçi problemsiz şrifti kompüterə yaza bilər. Onun üçün mən xüsusi dərs üçün hazırladığım bir qovluğa baxacağıq. Burada mənim bir dənə şrifti köçürmüşəm, saxlamışam və bunu sadə üsulla göstərmək istəyirəm ki, kompüterə bunu necə yazmaq olar. Bu çox sadədir. 2 dəfə şriftin üzərində vururuq və tam olaraq bizə şriftin bir növ görünüşü göstərilir. Yəni, bu şrift necədir, yəni hərflərin yazılışı hansı şəkildədir və aşağıda diqqətlə baxsanız, ustanovit şrift, yəni şrifti, fontu yüklənməsi. Bu düyməyə vurmaqla tam olaraq bu bizim şrift proqramına həmin o fontu yazacaqdır. Bu birinci üsuldur. İkinci üsul da sadə üsuldur. Qəliz üsul və desək ki, biraz professional üsul isə ikinci üsuldur. Bunun üçün Macintosh HD-yə daxil oluruq. Burada proqramı bölməsində İngilis dilində Fonts adlanan proqramdır, Rus dilində isə şrifti adlanan bir proqram təminatıdır. 2 dəfə onun üzərində vururuq və gördüyünüz kimi bizim kompüterimizdə daxil olan bütün şriftlər burada siyahıda var. Qısa olaraq pəncərə haqqında informasiya verim. Pəncərə tam olaraq 3 yerə bölünübdür. Birinci yerdə ümumiyyətlə siyah şrifti, yəni kompüterdə mövcud olan bütün şriftlərin siyahısıdır. Ruski, yəni rus hərflərinin, yəni bir sözlə kirilisanı dəstəkləyən şriftlərin siyahısı olur. Sonra pользователь, yəni istifadəçinin öz şrifti, təbii ki, istifadəçinin şrifti ilə siyah şrifti fərqlidir, gördüyünüz kimi istifadəçi. Və eyni zamanda kompüter şrifti, kompüterlə siyah şrifti, təbii ki, bunlar eyni olacaqdır. Yəni, bir növ eyni şriftlər və sayı da eyni olacaqdır hamısı. Digər isə bir növ qruplaşdırıbdır şriftləri. Misal olaraq PDF-də istifadə olunan şriftlər, modern, yəni müasir sayılan şriftlər, Windows Office, yəni Windows'un Office-nin dəstəklədiyi şriftlərin siyahısı, fun, yəni məzəli bir növ maraqlı olan şriftlərdir. Yəni bölübdür və uyğun olaraq biz özümüz də bura hər hansı bir kataloq şəklində, bir qrup şəklində şriftlər yaza bilərik. Misal olaraq sadə bir sağ düyməni vururuq və üzərində Novaya kolleksiya vururuq və burada yazırıq ki, Elviz, yəni mən öz adımı yazıram və lazım olan hər hansı bir şrifti təbii ki, ora ata bilərəm. Və gördünüz ki, mən Azəri Corporate regular şriftini buraxdım və təbii ki, artıq şrift eyni zamanda mənim öz qovluğumda və kataloqumda yerləşibdir. Sonra ikinci pəncərəyə baxaq. İkinci pəncərədə isə kompüterdə olan bütün şriftlərin siyahısıdır. Yəni, şriftlərin qarşısında gördüyünüz buzaq şəklində işarə var. Bu işarə bir növ imkan verir ki, şriftin hansı
bölmələr var. Biz bildiyimiz kimi şriftlər özləri bold, regular, italic, bold, italic kimi ola bilər və gördüyünüz kimi bizim Prestige, Elite, STD şrifti yalnız bolddur. Yəni bunun reguları, italici yoxdur. Bu bir növ problem yarada bilər ki, hər hansı bir işdə, ancaq sadəcə bunu informasiya vermək üçün deyirəm. İkincisi, bura hər hansı bir şrift əlavə etmək istəsəniz, aşağıda gördüyünüz kimi üstəgəl işarəsini vurmaqla və yeni pəncərə açacaq qarşınızda və burada təbii ki, lazım olan şrifti ünvanını tapırıq və orada şriftin üzərinə vurub открыть veririk və təbii ki, o şrift gəlib bizim siyahımıza əlavə olunacaqdır. Və aşağıda görəcəksiniz ki, şriftin ümumi sayı məndə göstərdim, yəni 212 şrift var. Eyni zamanda bəzi şriftləri istifadəsindən imtina etmək mümkündür. Yəni, mən tutaq ki, misal olaraq deyirəm, Tahoma şriftindən istifadə etmək istəmirəm. Bunun üçün çox sadəliklə bunun qarşısına quş qoyub və вы действительно хотите отключить выбранный шрифт. Yəni deyir ki, bizə xəbərdarlıq pəncərəsi çıxır ki, yəni həqiqətən siz bu şrifti söndürmək istəyirsiniz, yəni istifadə etməmək istəyirsiniz. Təbii ki, əgər mən o fikrimdə ciddiyəmsə, отключить düyməsini vurmaqla bu şrifti kompüterdən silmirəm, sadəcə mənim istifadə etdiyim proqramlarda siyahıda o şrift olmayacaqdır. Üçüncü bölmədə isə təbii ki, üçüncü bölmədə isə şriftin formalarıdır, görünüşüdür, yəni xarici görünüşüdür. Görürük ki, hər hansı tutaq ki, Sapfirnin şrifti necə yazılır, Zorgi şrifti necə yazılır. Təbii ki, şriftlərin ölçüsünü burada artırıb azalda bilərik, yəni belə böyüdə bilərik ki, görək böyük olanda necə görsənir və yaxud balaca olanda necə görsənir, belə bir əməllər apara bilərik. Ondan sonra biz şrifti korrekt, yəni düzgün olub olmamasını və heç bir problem gələcəkdə yaratmaması üçün yoxlaya bilərik. Onun üçün bura vururuq. Burada proverить şrift, yəni hal-hazırda biz proverить şrift vuranda bizim hal-hazırda Zorgi, yəni qeyd etdiyimiz şrift haqqında informasiya verəcək. Təbii ki, proverить şrift vururuq və gördüyünüz kimi qarşımıza yeni pəncərə çıxıbdır və pəncərədə yəni şriftdə hər şeyin düzgün, doğru olmasını işarə edən yaşıl quş işarəsi var. Yəni bu deməkdir ki, şriftdə heç bir problem yoxdur. Və eyni anda müəyyən bir problemlər olarsa, aşağıda göstərir ki, hansı problem nə deməkdir. Misal olaraq, bir şrift, это шрифт можно использовать. Yəni bu şrifti sadəliklə istifadə etmək olar, yəni problem yaratmaz. Существенно проблема не обнаружена. Yəni ola bilər ki, hər hansı bir şriftin defekti olsun, ancaq bu demək deyil ki, şriftdən istifadə etməmək olar. Yəni bir defektlə də və yaxud bu şrift belə bir növ qlobal problem yarada bilməz. Və təbii ki, üçüncü bölmə gördüyünüz kimi qırmızı və X üzərində yazılıb. Bu deməkdir ki, artıq ki, şriftdən istifadə etmək məsləhət deyil, çünki bu şriftdə çox böyük problemlər var. Yəni biz burada üstə gəlib vurandan sonra görə bilərik ki, şrifti hansı parametrlərə görə yoxlayıbdır. Təbii ki, bu sahədə mən professional olmadığım üçün sizə deyə bilmərəm ki, hər bir bölmə, punkt mənası nədir və nə üçün lazımdır. Təbii ki, bunu daha çox şrift düzəldən bir növ adamlar onu daha dəqiq deyə bilər və eyni zamanda poliqrafiya üzrə mütəxəssis olan adamlar o haqda informasiya verə bilər. Ondan sonra prosmotr şrift, yəni şriftə baxmaq, yəni şriftin təbii ki, burada regulardır, amma bunun digərləri olsa, orada boldu, italik olsaydı, burada siyahıda əmələ gələrdi və istədiyimiz halda onlara da baxa bilərdik. Və sonuncu olaraq Показать Finder, yəni Finderdə o şriftin yerləşdiyi yeri göstərsin. Təbii ki, bu nə üçün kömək ola bilər? Daha doğrusu bu şriftdə bu kömək ola bilər ki, misal olaraq mən bu şrifti başqa bir kompüter köçürmək istəyirəm. Bu zaman problemsiz olaraq bunu Показать Finderi seçib, sonra isə bunu kopyalayıb lazım olan papkaya ata bilərəm. Misal olaraq bu şrifti qovluq bir dənə işçi stolunda qovluq yaradıram. Tutaq ki, adını qoyuram Fonts. Və içinə bu faylı bura kopyalayıram çox sadəliklə və sonra isə bu faylı lazım olan, tələb olan yerə göndərirəm. Bu bir növü, bir də ikinci növünü də mən sizə göstərmək istərdim. Yəni şrifti tam olaraq paket halında lazım olan adama göndərmək üçün. Çox sadəliklə fayla girib, daha doğrusu burada Exportir with Shift olmalıdır. Bir dəqiqə də
Mən onu tapım. Misal olaraq Myriad Pro şrifti var mı? Tutaq ki, bu şrift. Mən sadəcə göstərmək istəyirəm ki, bir şriftin 6-7 dənə bold italik olsun ki, misal olaraq bu şrifti mən harası bir yerə göndərmək istəyirəm. Gördüyünüz kimi burada Exported şrift var. Exported şrift seçən kimi bizim qarşımıza pəncərə, dialoq pəncərəsi çıxır ki, yəni bu şrifti biz hara kopyalamaq və ya hara aparmaq istəyirik. Təbii ki, burada bu üç bucağı açmaqla bizim kompüterimiz haqqında, yəni kompüterimizin bütün diskləri və qovluqları görsənəcəkdir. Tutaq ki, işçi stolunda fond papkamızda və yaxud yaratdığımız fond papkamızda bu şrifti saxlamaq istəyirik, yadda saxlamaq istəyirik. Artıq proqrama bağlayaq və fond papkasına görünür. Görürsünüz ki, burada eksportirulan şrifti, yəni eksport olunan şriftlər siyahısıdır və burada bizdə təbii ki, orada biz bir şrift seçmişdik, amma 4-5 dənə də şriftlər seçə bilərik və onları seçəcəyik. Onları da uyğun olaraq başqa-başqa qovluqlarda göstərəcəkdir. Və içinə daxil olur. Gördüyümüz kimi biz bir şrifti, daha doğrusu bir şrift ailəsini eksport etdik və gördüyümüz kimi o şrift ailəsinin daxilində təbii 6 dənə fərqli şriftlər mövcuddur. Və bu şriftlər də bizim işimizə uyğun olacaq, lazım olacaqdır. Ona görə mən bunun 6-sını da, yəni ailənin, şriftlər ailəsini tam olaraq köçürdüm və lazım olan adama göndərəcəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.